Əziz babalar, belə bir gözəl Mercedes GLB 250. Maşın gördüyünüz kimi ön hissəsində bir zədəsi yoxdur. Sadəcə xırda para buferində işləri var. Gördüyünüz kimi. Maşın 39.500 dirhəm start qiymətdir. Maşının sol hissəsində belə bir qapıda belə bir batığı var. Arxa qapı, bir də krel zərbəsidir. Bu krel təmir oluna bilər. Qapı məncə dəyişiklər ya təmir olunar. Fara lazımdır, arxa buferdə təmirə yararlıdır. Maşının sol hissəsi gördüyünüz kimi zədəsiz. Arxa hissəsi də yəni az önce göstərdiyim ancaq bayaqşı sağ tərəfində zədədir. Maşında qapıda asas daxil olma yoxdur. Belə bir dəri salon, led pribor, monitor, oturacaqlı elektron idarə olunması, led pribor, monitor, sunrufu. Yəni maşın gördüyünüz kimi dolu maşındır. Maşının vinini sizə göstərim. Kimə maraqlı olarsa dostlar bizlə əlaqə saxlasın. Babalar bunu alaq sizin üçün göndərək.